Salam, hər vaxtınız xeyir. Mən Həqiqət müəllimə. Bugün sizlərə 6-cı siniflər üçün 6 iyun 2026-cı il tarixində keçirilmiş təbiət monitorinq suallarının izahını paylaşacağım. Başlayaq. Sual 26-da bizə 6 canlının şəklini verib və bu canlılar arasında qida zəncirinin doğru olan versiyasını istəyir. Qida zənciri mütləq şəkildə produsent ilə, yəni bitki ilə başlamalıdır. A xanı balığı ilə başlayır, götürə bilmirik. B tırtılla başlayır, götürə bilmirik. C dəvə dəllə ilə başlayır, götürə bilmirik. D isə heyvanla deyil, su bitkisi ilə, yəni produsentlə başlayır. Su bitkisini gündəcəni xanı balığı yeyir və bu da su ekosistemi üçün doğru bir qida zənciri olmuş olur. Cavab D variantı. Sual 27 üçün hekayə verib, mətn verib bizə tanış oluruq. Mühəndislər Marsa uzun müddətli missiya üçün Biomars adlanan qapalı sistem, şüşə qap hazırlayırlar. Bu qapalı sistemə heç bir əlavə maddə və canlı daxil olmur və çölə çıxmır. Biomars daxilində aşağıdakılar var: torpaq, su, canlı olaraq isə bitki və ilbizlər var. Biomars içərisindəki bitkilər işıq enerjisindən istifadə etməklə fotosintez edir və böyüyürlər. İlbizlər isə həmin bitkiləri yeməklə böyüyür və çoxalırlar. Sual 27-yə baxırıq. Qeyd edir ki, alimlər biomars üçün niyə qeyri-şəffaf materialdan istifadə etmək əvəzinə şəffaf materialdan istifadə ediblər? Biz fikir verdiksə, burada torpaq, su, yaşıl bitkilər və ilbizlər, amma işıq yoxdur. İşıq yoxdursa, necə yaşıl bitki bu qabın içərisində fotosintez etsin? Demək ki, şüşədən istifadə etmək məqsədləri kənardan ora işıq şüalarının düşməsini təmin etməkdir. Demək ki, bu da uyğun gəlir C variantına. Çünki C variantında qeyd edilib ki, bitkilərə günəş işığının düşə bilməsi üçün. 28. 3 aydan sonra biomarsın kütləsi necə dəyişər? Təbii ki, ekosistemdə durmadan yeni canlılar əmələ gəldiyi üçün bu qabın içərisində, biomarsın içərisində də yeni canlılar əmələ gələcək. Buradakı canlılar çox olacaq, böyüyəcək, inkişaf edəcək. Yəni kütlənin azalma ehtimalı yoxdur, kütlənin dəyişməmə ehtimalı yoxdur. Bu səbəbdən də baxırıq artama versiyalarına, yəni AC versiyalarına. A-da deyir ki, çünki bitkilər və ilbizlər böyüyür və yeni canlılar yaranır. Bəli, həqiqətən də bu doğru cavabdır. C-də niyə doğru götürmürük? Çünki günəş işığı bitkilərə yeni atomlar əlavə edir. Günəş işığı bitkilərə yeni atomlar əlavə etmir. Günəş işığı sayəsində sadəcə bitkilər fotosintez edə bilirlər. Bu səbəbdən də doğru cavabımız olacaq A variantı. 29. Nərgiz bu tədqiqat haqqında məlumat tapır. Məlumatda iddia olunur ki, biomarsda həyatın davam edə bilməsi üçün ilbizlər və bitkilərin sayları arasında tarazlıq olmalıdır. Nərgiz bu tarazlıq pozulduqda nələrin baş verəcəyini yoxlamaq istəyir. Buna görə də eksperiment keçirir. İlbizlərin sayını 2 dəfə artırır, lakin bitkilərin sayını eyni saxlayır. Bu səbəbdən də ilbizlərin öldüyünü görür. Nəticədə bu nəticənin səbəbini bizdən istəyir. Yəni ilbizlər niyə öldü? İlbiz bitki ilə qidalanır. Herbivor bir canlıdır. Əgər ilbizlərin sayını artırıb bitkiləri sabit saxlasaq, ilbizlər üçün kifayət qədər bitki olmayacaq. Bitkilər də həmçinin fotosintez edib oksigen qazı hazırlayırlar. Kifayət qədər bitki olmadığı təqdirdə kifayət qədər oksigen də olmayacaq. A variantı deyir ki, bitkilər daha çox oksigen istehsal edib. Bitkilər azalıbsa daha çox oksigen istehsal etməsi düzgün olmaz. Bitkilər bütün ilbizlərə yetəcək qədər oksigen istehsal edə bilməyiblər. Bu doğru ola bilər. Çünki bitkilər azalıblar və ilbizlər çoxalıblar. Bu səbəbdən də kifayət qədər oksigen sintez olunmamış ola bilər. C-də qeyd edib ki, ilbizlərin hərəkət etməsi üçün yer qalmayıb. Yəni, bunun hərəkət etməsi üçün yer qalmasa belə, bu onların hamısının ölməsi üçün yetərli səbəb deyil. İlbizlər bir-birlərini öldürə də bilməzlər, çünki onlar herbivor canlıdırlar. Bu səbəbdən doğru cavab B olacaq. 30. Şəkildə verilmiş lampa qızdırıldıqda içində maye qabarcıqları yuxarı hərəkət edir, soyduqda aşağı düşür. Bu, istilik ötürülməsinin forması olan konveksiyadır. Biz bilirik ki, istilik ötürülməsinin istilik keçirmə, konveksiya və şualanma olmaqla 3 növü mövcuddur. Bizə konveksiya üçün bir situasiya verib və digər situasiyanı, konveksiya nümunəsini bizim seçməyimizi istəyir. A. Qaynar çaya salınmış metal qaşığın qızması təmasda olan səthlərdə, yəni bərk cisimlərdə xüsusilə istilik ötürülməsinin istilik keçirmə üsulu müşahidə olunur. Bizdən konveksiya istəyir, ona görə bunu götürmürük. Çimərlikdə günəşdən qaralma, günəş şüası şüalanma nəticəsində düşür yer kürəsinə. Bu səbəbdən bu şüalanma üsulu olacaq. İsti havanın otağın yuxarı hissəsinə qalxması. Konveksiya yeganə istilik ötürülmə üsuludur ki, orada maddələr də yerini dəyişdirir. Temperaturu yəni hərəkət etdirmək üçün maddə özü də
onunla birgə hərəkət edir və biz C-də bunu müşahidə edirik. Yəni konveksiyadır C. D buzun ovucumuzda əriməsi, buz ovucumuza təmas edir. Yəni təmas olan səthlərdə istilik keçirmə müşahidə olunur. Konveksiya müşahidə olunmur. Cavab C. 31. Hansı halda cismin nəzərə çarpan potensial enerjisi artar? Potensial enerji hündürlük artdıqda artır. Situasiyalara baxsaq, top havada yuxarı qalxır. Elə hündürlüyün artmasına nümunədir. Yəni topun yuxarı qalxdığı zaman hündürlük artdığı üçün potensial enerji də artmış olacaq. 32-ci və növbəti suallar üçün yeni bir cədvəl sxem verilib bizə və temperaturun sıxlıqdan asıllığını müşahidə eləyirik. -6 dərəcədən 5 dərəcəyə qədər buzun sıxlığının və suyun sıxlığının dəyişməsini müşahidə edirik. Suyun ən böyük sıxlığı, maksimal sıxlığı 4 dərəcə temperaturda müşahidə olunmuşdur və biz də bilirik ki, buzun sıxlığı suyun sıxlığından az olduğu üçün buz suyun üstündə qalır, su isə buzun alt səthində qalır. Bu təbiətdə digər bərk və maye, eyni maddənin bərk və maye hallarında müşahidə olunan prosesin əksidir. Normal halda bərk maddələr sudan, yəni daha doğrusu özünün maye halından daha böyük sıxlığa malik olur. Amma suda bu hal əksinə müşahidə olunur. Bu da təbiətdə su hövzələrinin üstünü buz tutması nəticəsində oradakı canlıların qorunmasına gətirib çıxarır ki, bu onun faydalı xarakter xüsusiyyətidir. A variantı bunu verib bizdən aid olmayanı soruşur. A bu prosesin faydalı xüsusiyyəti olduğu üçün götürmürük. B-də deyir ki, suyun üzərində buzun formalaşması altdakı suyun hərəkətini dayandırır. Bu da öz növbəsində suyun qış boyu eyni temperaturda qalmasına səbəb olur. Temperatur dəyişimini biz burada da müşahidə edirik. Eyni temperatur deyil, temperatur dəyişə bilər, müxtəlif temperaturlar ola bilər. Yəni eyni temperatur məsələsi real olmayacaq. Yəni bu bizim cavabımız olacaqdır. Çünki düzgün cümlə deyil və bizdən də düzgün olmayanı istəyirdi. C-də deyir ki, cavab B-dir. Yəni C-də deyir ki, 4 dərəcədəki su həmişə dibdə qalaraq canlıları da aşağı temperaturda sudan qorumuş olur. Fikir verirsinizsə 4 dərəcədə maksimal sıxlıqdır və maksimal sıxlıqlı su təbii ki, ən aşağıda qalacaq. Yəni bu cümlə doğrudur. Yəni bu cümlələr doğrudur. Bizdən yanlış istədiyi üçün B-ni götürmüşük. D-də deyir ki, suyun ancaq üst hissəsinin donması aşağıdakı suyun soyuq havadan qorunmasına səbəb olur. Üst hissə donur, bəli. Çünki buz halında onun sıxlığı ən az miqdarda olduğuna görə üst hissə donur və bu da onu bəli soyuq havadan qoruyur, atmosferdəki soyuq havadan qoruyur. Bu səbəbdən D variantı da doğrudur. 33. Bir internet səhifəsində belə bir məlumat var. Bütün qırmızı rəngli torpaqlar əkinçilik üçün tamamilə yararsızdır. Şagird isə dərslikdə qırmızı torpağın düzgün suvarma və gübrə vermə ilə məhsuldarlığının artması haqqında məlumat oxuyur. Biz bilirik ki, torpağın rənginə görə qara, boz və qırmızı növləri var idi. Qara torpaq minerallarla və çürüntülərlə zəngin olduğu üçün ən əlverişli torpaq idi əkinçilik üçün. Qırmızı torpaq da bəzən əlverişli ola bilərdi. Dərsliyimizdə belə yazılıb. Boz torpaq isə normal halda əkinçilik üçün yararlı olmur. İndi deyir ki, şagird bu məlumatların dəqiqliyini necə yoxlaya bilər? A-da deyir ki, internet saytında istifadə olunan şəkilləri dərslikdəki şəkillərlə müqayisə etməklə. Tamam, müqayisə etsin, amma doğruluğunu yoxlaya biləcəkmi? Tam olaraq yoxlaya bilməyəcək. B-də yalnız öz yaşadığı ərazidəki qırmızı torpaq nümunəsini bircə dəfə müşahidə edib. Yəni biz bir dəfə müşahidə etməklə və sadəcə öz ərazimizdəki torpağı necə düzgün nəticə əldə edək? Bu da doğru deyil. İnternet mənbəsindəki iddianın dərslikdəki elmi sözlərə uyğun gəlib gəlmədiyini analiz etməklə bunu da edə bilər. Amma yenə də sadəcə internet mənbəsi və kitablar yekunlaşmış olacaq, fəaliyyəti dayandırmış olacaq. Bu səbəbdən bu da doğru deyil. Və D-də deyir ki, digər etibarlı elmi mənbələr və dərsliklərlə müqayisə aparmaqla. Təbii ki, etibarlı elmi mənbələr həmişə doğru və düzgün təsdiqlənmiş informasiyaları yaydığına görə düzgün cavabımız olacaq D variantı. 34 üçün olan mətnlə tanış olaq. Pəri təbii fəlakətlər haqqında araşdırma apararkən iki fərqli mənbədən məlumat tapır. Elmi məqalə, bir də həvəskar müşahidəçi rəyi. Elmi məqalə daha dəqiq informasiya verir təbii ki və qeyd olunub ki, seismoqramda zəlzələ dalğalarının qrafik xəttinin hündürlüyü nə qədər böyük olarsa, zəlzələ bir o qədər güclü və çox enerjiya malik olur. Həvəskar müşahidəçi isə qeyd edib ki, zəlzələnin davam etmə müddəti onun nə qədər güclü olduğunda əsas göstəricidir. 34-cü sual deyir ki, pəri seismoqramları analiz edərkən hansı mənbənin məlumatına etibar etməlidir? Elmi məqalə təbii ki, həvəskar bir şəxsin müşahidəsindən daha düzgün informasiyadır, çünki təsdiqlənmiş informasiyadır. O səbəbdən də elmi məqaləyə pəri etibar etməlidir. Cavabımız olacaq
B variantı. 35. Pəri daha sonra zəlzələ zamanı davranış qaydalarını araşdırarkən iki fərqli mənbədən məlumat tapır. Fövqəladə hallar üzrə təlimat və internet rəyi. Fövqəladə hallar üzrə təlimat deyir ki, zəlzələ zamanı ən etibarlı davranış yat, örtün, tutun qaydasına əməl edərək möhkəm bir masanın altında gizlənməkdir. İnternet rəyi isə deyir ki, sarsıntı olan kimi dərhal binanı tərk etməyə çalışın. Təbii ki, fövqəladə hallar üzrə təlimat, internet rəyi hansı daha bizim üçün etibarlı olar? Yəni özünüz üçün araşdırın ki, siz bunlardan hansına daha çox inanarsınız və doğruluğunu necə yoxlayarsınız? Məlumatı dərslikdəki qaydalarla və rəsmi xəbərlərlə, bəli, rəsmi xəbərlərlə müqayisə etsək, nəticəmizin doğru olma payı böyük olar. Sinif yoldaşlarımla müqayisə, niyə? Sinif yoldaşlarımız tam olaraq düzgün informasiyanı bilməyə də bilər. Bu bizim dəqiqlik yoxlama üsulumuz olmamalıdır. Qaçmağın daha sürətli olduğunu düşünüb internet rəyini seçməklə bu bizim düşüncəmizdir, bizim rəyimizdir. Yəni bu da tam olaraq dəqiq olmaya bilər. İnternet rəyinin daha inandırıcı təqdim olduğunu əsas götürməklə, yəni mən götürürəm əsas və bu da mənim fikrimdir. Bu da doğru olmayacaq. Amma məlumatı dərslikdəki qaydalar və rəsmi xəbərlərlə müqayisə edərək mən informasiyanı dəqiqləşdirməyə çalışmış olacağam. Bu səbəbdən də cavab A variantı olacaq. 36. Əli meymun barları üzərində tərsinə sallanmış vəziyyətdə dayanıb. Əlini görürük. Banan onun mədəsinə necə çatır? Normal halda qida həzm orqanlarında ağız, udulaq, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq və anus ardıcıllığı ilə hərəkət edir. Lakin biz baş aşağı dayansaq da bu hərəkət pozulmur. Bunun səbəbi mədəyə doğru hərəkət zamanı qida borusunun dalğavari hərəkət edərək qidanı bir istiqamətdə ötürməsidir. Bu istiqamət pozularsa qusmaqdır və s. baş verə bilər. Yəni normadan kənar hallar baş verə bilər. Amma sağlıqlı bir insan baş aşağı da dayansa, qida onun həzm sistemi orqanlarında bir istiqamətdə, yəni eyni istiqamətdə ağızdan udulağa, udulaqdan qida borusundan mədəyə, mədədən bağırsağa kimi ardıcıllıqla hərəkət etmiş olacaq. Bu cür variantı da biz C variantında görürük ki, deyir ki, qida borusundakı əzələlər qidanı mədəyə doğru itələyir. 37 üçün mətninlə tanış olaq. Mühəndis eyni ölçüdə iki kiçik model ev hazırlayır. A evinin divarları 2 qat kərpiçdən tikilib. B evinin divarları iki kərpiç təbəqə arasına yerləşdirilmiş izolyasiya köpük ilə doldurularaq tikilib. Hər iki evin daxilində eyni temperaturda olan eyni qızdırıcılar yerləşdirilir. Bir neçə saatdan sonra mühəndis evlərin xarici səthinin temperaturunu ölçür, qızdırıcını söndürür və hər iki evin daxilindəki temperaturu yenə ölçür. O qızdırıcılar söndürüldükdən sonra B evinin içərisində daha uzun müddət isti qaldığını görür. B evi də hansı ev idi? İzolyasiya köpüyü ilə kərpiçlərin arasının doldurulduğu ev idi. Deməli, orada B evin içərisində daha uzun müddət istilik müşahidə olunub, yəni qızdırıcılar söndürüldükdən sonra. 37-ci sual bizə deyir ki, mühəndisin apardığı bu tədqiqatın əsas məqsədi nədir? A. Evin daxilindəki nəmişliyi ölçmək. Temperaturu ölçürdü, axı o nəmişliyi ölçmürdü. Ona görə A variantını götürmürük. B. Kərpicin hansı temperaturda çatladığını, biz çatlamasını yox, sadəcə temperaturun saxlanılmasını və yaxud da neçə dərəcə olmasını araşdırdığını müşahidə etdik burada. Bu da doğru deyil. Qızdırıcının elektrik sərfiyyatını hesablamaq. Bunun üçün kərpiç arasında izolyasiya təbəqəsi filan ehtiyac var idi. Yəni bu da doğru bir versiya deyil. D. Divar materialının istilik itkisinə təsirini müəyyən etmək. Əgər müşahidəçi, yəni mühəndis bir neçə dəfə əvvəlcə qızdırıcı ilə, sonra qızdırıcısız temperaturu ölçdüsə, deməli o istiliyi araşdırır. Yəni İstiliyin divar materialının istilik itkisinə təsirini müəyyən etmək, bu onun araşdırma istiqaməti ola bilər. Düzgün cavabımız olacaq D variantı. 38. Yay aylarında B evinin A evinə nisbətən sərin qalmasının səbəbi nə olar? Fikir verdiksə daha uzun müddət isti qaldı və yayda da qızdırıcı olmursa da yenə də içəri daha uzun müddət sərin qala bilər. Yəni B evinin A evinə nisbətən daha çox müddət sərin qalmasını müşahidə edə bilərik. Bunun səbəbi, sual bizdən bunun səbəbini soruşur. 38-ci sual. A deyir ki, izolyasiya materialı kərpiçlərin arasındakı boşluğu doldurur. Bəl doldurur, havanın hərəkətini sürətləndirir. İzolyasiya materialı havanın hərəkətini sürətləndirir. Biz də bilirik ki, demək, izolyasiya materiallarının olduğu A hissəsində, yəni A evində, daha doğrusu izolyasiya materialı ilə olan B evi idi. B evində nisbətən sərin qalıbdı hava.
Amma bu isə bizə deyir ki, A variant, izolyasiya materiallarının kərpiclərin arasındakı boşluğu dolduraraq havanın hərəkətini sürətləndirir. Havanın hərəkətini sürətləndirməsi sərin qalmasının səbəbi ola bilməz. B variantına baxırıq. İzolyasiya materialı daxildəki havanın temperaturunu öz-özünə aşağı salır. Bunu öz-özünə etmir təbii ki. İzolyasiya materialı divarın daxilindəki nəmişliyi azaldaraq havanı sərinləşdirir. Nəmişliyi azaldaraq havanı sərinləşdirir. Xeyr, nəmişliyin azalması izolyasiya materialının xarakter xüsusiyyəti olmayacaq. D-də isə deyir ki, izolyasiya qatı xaricdəki istiliyin evin daxilinə keçməsini yavaşladır. Maneə olacaq, bəli. Bir var ki, sadəcə 2 daş təbəqə olsun, bir də var arada bir başqa izolyasiya təbəqəsi olsun. Bu, yayda çöldəki istiliyin içəri evə daxil olmasına da mane olacaq. Həmçinin də bu 37-ci sualda qeyd edildiyi kimi qızdırıcı söndürüldükdən sonra qızdırıcının içəridəki temperaturu yüksəltdiyi səbəbilə sönəndən sonra da izolyasiya təbəqəsi imkan vermir ki, həmin o istilik evdən çölə çıxsın. Yəni, içəridəki temperaturun dəyişməsi ehtimalını zəiflədir. Bu səbəbdən də düzgün cavabımız D variantı uyğun gəlir. Şərtə əsasən 39 və 40-cı sualları cavablandırın. Mando adlı robot hərəkət edə bilir, batareyası yenidən doldurula bilir, kamera və toxunuş sensorlarından istifadə edir, internetə qoşula bilir, danışa bilir. Yusif Mando'nun canlı olub olmadığını araşdırır, 3 müxtəlif mənbədən məlumat toplayır. A mənbəsidir canlılar haqqında institutun hazırladığı sənədli filmi izləmək, B mənbəsi süni intellekt vasitəsilə internetdə məlumat axtarmaq, C mənbəsi təbiət dərsində sinif yoldaşından soruşmaq. Sinif yoldaşının bilgisi real olmaya bilər, yəni dəqiq olmaya bilər. Amma mənbə A və mənbə B real ola bilər. Amma deyir ki, hansı mənbə daha etibarlıdır? Yəni, bizdən ən etibarlı mənbəni soruşur. Baxaq, uşağın verdiyi informasiya real deyildir. Yəni, C olan versiyaları çıxırıq. C olan versiyalar doğru deyil. Qalır geriyə D variantı. Yəni, yalnız mənbə A-dan düzgün informasiya əldə edə bilər. Süni intellektdən aldığımız informasiyalar dəqiq də olur, bəzən dəqiq olmaya da bilir. Bu səbəbdən də institutun hazırladığı sənədli film ona daha dəqiq informasiya verəcək. 40. Yusif və Mando hərəkət edirlər. Kinetik enerjiləri var. Onlar hansı enerjidən bu kinetik enerjini əldə edə bilər? İnsan bilirik ki, fotosintez edə bilmir. Bitkilər fotosintez edir. Ona görə günəş enerjisini çıxırıq. Günəş enerjisindən Yusif kinetik enerji əldə etmir. Yusif qidadan enerji əldə edir. Mando isə elektrikdən enerji əldə edir. Bu səbəbdən cavabımız yenə olacaq D variantı. 41-ci suala baxırıq. Əli deyir, mən gördüm ki, kağızı cıranda forması dəyişir. Kağızı yandıranda da külə çevrilərək forması dəyişir. Deməli, hər iki halda proses baş verir, eyni proses baş verir. Kağızı cıranda bu fiziki hadisədir, amma kağız yananda bu kimyəvi hadisədir. Fiziki və kimyəvi hadisənin fərqi isə odur ki, kimyəvi hadisədə tərkibdə dəyişir və Əli bunu nəzərə almayıb. Cavabımız olacaq A variantı. Kağızın tərkibinin dəyişikliyini nəzərə almayıb Əli. Bu səbəbdən səhv nəticə əldə edəcək. Şərtə əsasən 42 və 43-ü cavablandıracağıq. Yer kürəsi Günəş və Ay arasında keçdikdə ay tutulması baş verir. Yəni Günəş, Ay və Günəş, Yer və Ay bu boy sırası ilə belə düzüləndə ay tutulması olur. Amma Ay Günəşlə Yerin ortasında qalanda bu artıq Günəş tutulmasıdır. Deyir, nəyə görə ay tutulması Günəş tutulmasına nisbətən daha çox insan tərəfindən müşahidə olunur? Ay Yerdən böyükdür deyir. Xeyr, Yer Aydan böyükdür. Ona görə bu səhvdir. Yerin yaydığı kölgə daha böyük olduğuna görə Yerin yaratdığı kölgə daha böyük ola bilər. Çünki Yer daha böyükdür Aydan. Bu doğru variantdır. Günəş tutulması zamanı Ay daha sürətli hərəkət etdiyinə görə xeyr, Ayın sürəti dəyişmir. Ay tutulması zamanı Günəş söndüyünə görə Günəş də təbii ki sönmür. Ona görə cavabımız olacaqdır B variantı. 43. Bəs Günəş tutulması necə baş verir? Bunu az öncə də qeyd etdim. Ay yer kürəsi və Günəş arasına dayandıqda Günəş tutulması baş verir. Doğru cavab D. Şərtə əsasən 44 və 45-ci sualları cavablandırın. Biləyinizə barmaqlarınızı qoyduqda nəbzinizi hiss edə bilərsiniz. Biləyinizin nəbzinin yaranmasının səbəbi nədir? Ümumiyyətlə, nəbzin yaranmasının səbəbi nəbz ürək döyüntüsü deməkdir. Ürək döyüntüsünün zamanı mədəciklər qanı arteriyalara ötürür. Arteriyalar ürəyin döyünməsi ilə ritmik olaraq genişlənir və daralır və bu nəbzin yaranmasına səbəb olur. Elə cavab olacaq A variantı. 45. Niyə nəbzi biləkdə hiss etmək olur?
Əslində nəbzi bir neçə bədənimizin hissələrində hiss etmək olur, amma ən düzgün cavab niyə nəbzi sırf biləkdə bunu istəyir bizdən? Çünki bu nahiyədəki damarlar ürəyə daha yaxındır. Əslində nəbzdən daha yaxın damarlar var ürəyə, ona görə bu versiyanı götürə bilmirik. B, çünki bu nahiyədə qan daha sürətlə axır, ürəkdən uzaqlaşdıqca əksinə sürət azalır, bu səbəbdən bunu da götürə bilmirik. C-dədir ki, çünki ürəkdən gələn arteriya bu nahiyədə dərinin səthinə yaxındır. Həqiqətən də biləyimizdə dərinin səthinə yaxın olur damarlar, bu səbəbdən onu hiss etməyimiz daha asan ola bilir. Çünki sümüklər damarları çölə doğru itələyir. Bu da sümüklər itələmir damarları təbii ki. Ona görə cavabımız 45-ci sualda C variantı olacaq. 46. Əli yarışa hazırlaşan velosipedçidir. O gündəlik məşqlərində yüksək sürətlə pedal çevirir, müxtəlif marşrutlarda sürməyi sevir. Bir gün məşq zamanı o nəfəsinin daha sürətli və dərin olduğuna fikir verir. O, bu barədə biologiya müəlliminə danışır. Müəllim tənəffüs sisteminin təsvirini göstərərək Əlidən soruşur. Tənəffüs sisteminin təsvirinə baxsaq, uşaqlar, birdə nəfəs alma, ikidə nəfəs vermə müşahidə edirik. Nəfəs alma və ikidə nəfəs vermə müşahidə edirik. Səncə sürətli pedal çevirərkən tənəffüs sistemində hansı proseslər sürətlənir və yavaşlayır? Təbii ki, nəfəs almamız sürətlənibsə, nəfəs verməmiz də sürətlənir. Birinin sürətlənib digərlərinin dəyişməməsi mümkün deyil. Ona görə hər ikisini, yəni sual soruşur ki, Əli suala necə cavab versə, yəni düzgün olar. Deyir, birinci proses sürətlənir, velosiped sürərkən daha çox oksigen qəbul etməlidir. Bəli, oksigen qəbul etməlidir. Birinci proses də sürətlənir. Amma biz daha düzgününü axtarırıq. Yəni tək birinci proses sürətlənir, bu düzgün olmayacaq. İkinci proses yavaşlayır. Yəni ikinci proses yavaşlamır, əksinə bu pedal çevirirsə sürətlənəcək ki, tamamilə səhvdir B variantı. Hər iki proses eyni dərəcədə sürətlənir, doğrudur. Çünki tənəffüs sistemi oksigen qəbulunu və karbon qazının çıxarılmasını balansda saxlamalıdır. Bəli, bu doğru cavabdır. Sağlam insanın orqanizmində fəaliyyət bu gedişlə olacaq. 47. Bakteriya və göbələklərin faydalı və zərərli təsirlərini düzgün uyğunlaşdırın. Bu, keçən ilki monitorinq sual imtahanında da istifadə olunmuş bir sualdır. Baxaq faydalılara və zərərlilərə. Demək, fikir versək, çörəyin istehsalı bakteriya və göbələklər üçün faydalı bir xüsusiyyətdir. Ayaq göbələyi xəstəlikdir, yəni ona görə zərərli olacaq. Alkoqol istehsalı, alkoqol tibbdə də istifadə oluna bilər, bu səbəbdən faydalı olacaq. Üzvü tullantıların çürüdülməsi, bu da çürümə redusentlərin fəaliyyətidir, faydalı xüsusiyyətdir. Meyvə və tərəvəzlərin çürüməsi isə zərərli olacaq. Yəni əslində bu insan üçün zərərli bir uyğunlaşma olaraq götürdük biz bunları. Faydalı ACD, zərərli isə BY uyğun gəlir B variantına. 48-ci sual, mayələrin xassəsi haqqında düzgün mülahizə hansıdır? Mayeləri axtarıq. Mayenin həm həcmini, həm də formasını saxlaya bilir. Amma biz bilirik ki, maye formasını saxlamır, olduğu qabın formasına uyğunlaşır. Bu doğru deyil. Maye formasını saxlayır. Qeyd etdik ki, formasını saxlamır, doğru deyil. Maye həcmini saxlayır, doğrudur. Hətta Porsche və Şpris təcrübəsi var idi kitabımızda. Orada mayenin həcminin dəyişmədiyini görürdük qazlardan fərqli olaraq. Lakin sərbəst axa bilmir. Mayelər sərbəst axa bilir. Axa bilməsəydilər, boruların içərisində hərəkət edə bilməyəcəkdilər. Maye həcmini saxlayır, doğrudur. Lakin formasını saxlaya bilmir. Tamamilə doğrudur. Hər iki hissəsi doğrudur D variantının. Ona görə düzgün mülahizəmiz D variantı olacaq. 49. Boşluqların yerinə uyğun gələn sözlər hansılardır? Baxaq. Bizə bir neçə açar söz verib. Günəş deyir, işıq mənbəyidir. Necə işıq mənbəyidir? Təbii işıq mənbəyidir. Ona görə A-ya 2 uyğun gəlir. İşıq enerjinin bir formasıdır. Biz bilirik ki, işıq enerjisi var idi, istilik enerjisi var idi, günəşdən əldə edirdik. Ona görə B cümləsinə 5-ci açar sözümüz uyğun gəlir. Kölgə nə rəngdədir? Kölgə 4-cü sözdə verildiyi kimi qara rəngdədir. Daha sonra şamlar, yağ lampaları və led lampalar təbii ki, süni işıq mənbələrdir. Ona görə bir bura uyğun gəlir. Yüksək cilalanmış mebel isə güzgü effekti verdiyinə görə güzgü kimi fəaliyyət göstərir. Deməli, A2, B5, C4, D1 və Y3 olmaqla düzgün cavabımız olacaq B bəndi. Sonuncu sual, Fərid biologiya dərsində ürəyin quruluşu və funksiyası haqqında öyrənir. Müəllim izah edərkən qeyd edir, ürək qan dövranında mühüm rol oynayır və müəyyən xüsusiyyətlərə malikdir. Fərid dərsdən sonra aşağıdakı sual cavablandırmağa çalışır. Ürəyin əsas funksiyası hansıdır? Ürək qanı orqanizm boyunca dövr etdirmək funksiyasını yerinə yetirir. Bu elə qan damar sisteminin ümumi funksiyasıdır. Oksigen istehsal etmir. Təbii ki, oksigeni orqanizm kənardan əldə edir. Qan hüceyrələrini yaratmaq, bunu da yenə sümüklüyümüz edəcək. Sinir impulslarını ötürmək isə sinir sisteminin işidir. Qanama sistemi ilə əlaqəsi yoxdur. Doğru cavabımız A variantı. Hər kəsə uğurlar, sağ olun.